Prezidentimiz fərman verir ki, sahibkarlara kömək olunsun. Sahibkara pul ayrılsın və bugünkü gün heç bir köməklik yoxdur. Və hətta biz ali məhkəmədə mən onu da gözləyirəm ki, apellyasiyada olduğu kimi, iqtisad məhkəməsində olduğu kimi, ali məhkəmədə bizim işimizə baxılmasın. Və biz bunu kimə dərdimizi deyək, kimlə dərdimizi bölüşə bilə bilmirik. Salyanda bölgə sakinlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Milmuğan regionunda mülkiyyət hüquqları problemi müzakirə olunub. Tədbiri Qadınların Hüquqları Müdafiə Komitəsi, Din, Demokratiya və İnsan Haqları İctimai Birliyi təşkil edib. Görüşdə Kür Vətəndaş Cəmiyyəti qərargahının və Beynəlxalq İnsan Haqları Evi şəbəkəsinin təmsilçiləri iştirak ediblər. Müzakirələr ictimai qəbul formatında keçirilib. 2010-cu ilin sel daşqınlarından əziyyət çəkənlər üzləşdikləri problemlərdən danışıblar. Ən xarakterik problem kimi bütün səviyyələrdə məmurların vətəndaşların müraciətlərinə laqeyd yanaşması göstərilir. Demək olar ki, dövlət müəssisələri informasiya azadlığı haqqında və vətəndaşların müraciətinə baxılması qaydaları haqqında qanunları pozaraq, vətəndaşların suallarını cavablandırmır və ya ağlabatan söz demirlər. Məsələn, əgər məktub ölkə prezidentinə və ya Fövqəladə Hallar Nazirliyinə göndərilirsə, şikayətçi standart cavab alır ki, onun məktubu qərar qəbul olunmaq üçün yerli rayon icra hakimiyyətinə göndərilir. Praktikada bu o deməkdir ki, vətəndaş heç bir cavab almayacaq. Salyan və Saatlı rayonlarının kəndlərində sakinlərin hüquqlarının pozulmasına misal kimi məmurların adlarına göndərilən qalaq-qalaq cavabsız məktub və teleqramları göstərmək olar. Çıxışlarda məlum olub ki, daşqından sonra evlərin və kəndli təsərrüfatlarının bərpası məsələsi indiyədək həll olunmamış qalır. Yoxsulluq, işsizlik və əlacsızlıqdan şikayətlər demək olar ki, hər çıxışda yer alır. Prezident fərman verir, verdiği fərmanı ay ölkə rəhbəri. Nüş gəlib yoxlamırsan ki, nə fərman verdin, nəticəsi nə oldu? Bu nəticəsi vətəndaş ki, telegram vurmuşam arvadına özünə, mən nüş telegramla cavab vermirsən. Ya arvadın özür, və deyirsən ki, Biləcərdə görüşdə dedim ki, bu korrupsiya ilə qədər, korrupsiya bizim bəlalı yerimizdir. Ay cəmaat, korrupsiya ilə qədər nə şikayətiniz var, mənə ver, mənim failim bu, kompüterim bu, vermişəm də nüş vermirsən cavab. Cəmaat içində televiziyada çıxıb utanmaz deyirsən, ancaq nəşin cavab vermirsən. Mənim 2011-ci ildə su basımından bəri bir dəfə bələdiyyə, ya yerin hökumət gəlib, yoldan keçib, bax, qonuma, qoşuya baxıb, mənim bir dəfə maraqlanıb həyətimə girməyib, həyətimdə 1 hektar yerim var, 1 hektarın meyvə ağaclarım yanıb quruyub, hamısı, uşağım odur, biri odaqda saldatdı, imkanım yoxdur, hamısını özüm kəsmişəm, şikəst canından yandırmışam. Nə bələdiyyə maraqlanıb, nə kənd soveti maraqlanıb, heç belə qapımdan içəri girib baxmayıb da, suyun içində qalmışam, piləkanımdan balma su axıb, maraqlanan olmayıb. Kənd sovetinə deyirik, bələdiyyə deyirik, bir evimizin çölündə, bir 50-ci ildə tikilən kəndi evlərdir. İlham Əliyev də deyir ki, kəndi evdən tikilən 50-ci ildə tikilən, hamısı sökülməlidir. Ancaq kimə deyirik, baxmıyor, bizdən rüşvət istəyir. Rüşvət verən olsa özüm ev tikərəm də. Kür Vətəndaş Cəmiyyəti qərargahının üzvü Mehman Əliyev, daşqının nəticələrinin aradan qaldırılması ətrafındakı durum barədə toplaşanları məlumatlandırıb. O bildirib ki, 100 min hektardan çox sahəni və 20 min evi əhatə edən daşqının nəticələrinin aradan qaldırılması üçün 2 il ərzində 400 milyon manatdan çox vəsait ayrılıb. Bu, problemin həlli üçün yetərli ola bilərdi. Lakin miqyaslı korrupsiya və dövlət vəsaitinin mənimsənilməsi məsələnin həllini yubadı. Təkcə son 6 ayda 70 milyon manat ayrılıb. Lakin işlər ləng gedir, şəffaf deyil və belə düşünməyə əsas var ki, bu vəsait mənimsəniləcək, deyə o vurğulayıb. Mehman Əliyevin fikrincə, Kür Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru Oqtay Güləliyevin saxta ittihamlarla həbsinin motivi də məhz budur. O həmçinin qeyd edib ki, daşqının problemlərinin ləğvi üzərində vətəndaş cəmiyyətinin nəzarəti davam etdiriləcək. Yaxın vaxtlarda regionda vəziyyətə dair xüsusi hesabatın hökumət və bir sıra idarə rəhbərləri ilə müzakirəsi planlaşdırılır. Padbalın doldu su ilə. 2 ildir məni gözləyirəm ki, mənə ev tikəcəklər ya 1 manatda mənə yardım edəcək. Bunun heç biri yoxdur. Nə tər haqq hesablar bilmiyorum. Bu yaxında dedilər ki, fermer təsərrüfatlara yeni bir hədiyyə, heyvanları masaj eləməyə alət gəlir. Bəs biz niyə masada olunmamalıyıq? Biz niyə bu vəziyyətdə yaşamalıyıq? Çox azınacaqlı vəziyyət. Bu da Sardıranın ordu kəndi.